mağazanı 10 ballıq meyar üzərindən qiymətləndirirəm. Birinci, qarşılama və xidmət. Qarşılama əla idi, qardaş sağ olsun bizi qarşıladı. Hər şey super idi, xidmət göstərdi, nə lazımdır elədi. Qiymət səviyyəsi hər büdcə uyğun var idi. Yəni ucuzundan bahasına hər şey var idi. Məhsul çeşidi bol idi. İstədiyimiz bir dənə ayaqqabıda 2 dənə ayaqqabı vardı da. Bir ayaqqabı olaraq az idi. Onu bilmirəm da indi bal verərik, vermərik. Qaytarma və zəmanət, qardaş, qaytarma zəmanəti gigiyenik məhsul olduğu üçün qaytarmırlar. Demək olar heç bir mağaza qaytarmır. İnformasiya səviyyəsi, satıcı məhsulu haqqında dolğun məlumat verə bildi. Müəyyən qədər indi dedi də indi satmaq üçün o bizə hər şeyi deyə bilər. Biz sonra onu araşdıracağıq həqiqətən düz dedi yoxsa yox. Satıcının səmimiyyəti super idi. 10 baldan 10 bal səmimiyyətə. Endirim vermədi, hədiyyə vermədi. 4 manat nə idi onu bizə düşmədi. Kepka verdi. Sən sus da. Hə, vermədi, endirim vermədi, heç nə vermədi. Mağaza mühiti təmizlik və rahatlıq. Əla idi, şəffaf, rahat, qəşəng, gözəl. O da əla idi. Satıcıların bilik və peşəkarlığı. Çox qəşəng satış eləyə bildi. O da ona da düşür 10 balda. Bir dənə çay idi, çay vermədi bizə. Xidmətdən danışsan. Bu mağazada nə xidmət çay ver. Yarım saatdır deyib orada çay içir. Olmadı etsin ki. Çeşid də çox, hər şey çoxdur. Hər şey də var. Bu da ver, bunu sən iç. Çay soyuqdur, olsun.